Yaxın Şərqdə sülhün bərpasına başlanılıb, lakin sual doğuran məqamlardan biri də Həmasın tərk silah edilməsidir. Qruplaşma məsələnin şişirdildiyini düşünür. Prosesin mürəkkəb və qarışıq olduğu bildirilir. Həmas sadə silahlarının olduğunu iddia edir. Siyasi büronun üzvü Hüsam Bədran tərk silah məsələsinin müzakirə edilməməli olduğunu deyib. Onun sözlərinə görə qruplaşmanın ehtiyatında olan silahlar Fələstinlilərə məxsusdur. Fələstin administrasiyasının bu vaxta qədər hər hansı bir real nəticə əldə etməməsi Hamas istər yanlış olsun, yəni müxtəlif yenə edirəm, bu məsələyə yanaşma olar, silahlı müqavimət göstərməyə məcbur edib. Amma bugün Hamas silahları yerə qoyacaq, tərki silah olacaq düşüncəsi və bunu iddia etmək, digər bir tərəfdən iddia etmək ki, Hamas ümumiyyətlə belə deyək də bir təşkilat kimi özünü buraxacaq, məhv olacaq və s. bu absurddan başqa bir şey deyil. Təşkilatın ideoloji beyin məhsuludur. Nə zaman Fələstin dövləti yaranarsa, mən düşünürəm ki, Hamas istər siyasi, istər ideoloji mübarizəni dayandıra bilər. Vaşinqton prosesin sülh planının ikinci mərhələsində həyata keçiriləcəyini açıqlayıb. Xarici nəşrlər yazır ki, Həmas silahları dondurmaq niyyətindədir. Lakin İsrail demilitarizasiya məsələsində israrlıdır. Qruplaşma isə bunun əvəzində Təl-Əvivdən qoşunlarını zolaqdan çıxarmasını tələb edir. Hazırda İsrail hərbçilərini Qəzza və Xan Yunis şəhərlərindən çıxarıb. Bütün bunlar Həmasın silahsızlaşdırılması və Qəzzanı idarə etmədən uzaqlaşdırılması üzərinə qurulur. Eyni zamanda qruplaşma terrorçuluğu da rədd etməlidir. Son 1-2 gün içərisində Həmas müqaviməti davam etdirəcəyini açıq şəkildə elan etmək üçün digər terrorçu dəstələrə qoşuldu. Həmçinin onlar söz veriblər ki, silahlarını heç kimə verməyəcəklər. Əsas sual isə budur ki, qruplaşma tərk silah olunmayacaqsa, bəs kim onların silahlarını əllərindən alacaq? Qəzzanın yenidən bərpası üçün pul toplamaq çox asandır. Amma tərk silahla bağlı suala biz cavab verə bilmərik. Həmasa müxalif sayılan Xalq Qüvvələri adlı dəstə silahsızlaşdırılma prosesinə qarşı çıxıb. Onlar zolağa yardım daşınmasında iştirak ediblər və qruplaşmanı cinayətkar adlandırırlar. Həmasın tərk silah məsələsində bəzi boşluqlar var. Prosesin necə tənzimlənəcəyi hələ bəlli deyil. Sursatların kimə və necə təhvil verilməsi də sual altındadır. Analizlər onu göstərir ki, beynəlxalq nəzarət altında prosesin həyata keçirilməsi mümkündür. Qəzzada hərbi infrastrukturun məhvi və silahların istifadədən çıxarılması gözlənilir. Bundan başqa Həmasın əsas hücum tunellərinin məhv edildiyi bildirilir. Lakin bəzi sığınacaqların hələ də qaldığı ehtimal olunur. Nə Hamas, hələ ki, nə də ki, Hizbullah bu məsələdə ciddi rəy bildirmir. Bugünə qədər Suriyadakı o güclərdən başqa bunu edən bir qüvvə yoxdur. Dolayısıyla mən atəşkəs məsələsinə qayıtmaq istərdim. Çox həssas məsələdir, amma eyni zamanda da çox kövrək və hələ də suallar doğuran burada çox məqamlar var. Amma düşünürük ki, mahiyyət etibarilə bu xalqların rifahına yönəlib, istər Yahudi, istər ərəb müsəlman xalqının. The Times of Israel yazır ki, Həmas hakimiyyətdən getmək istəmir. Bu səbəbdən qruplaşma tərk silah olunmaqdan boyun qaçırır. Silahlı dəstənin bu yolla gücünü əldə saxlamaq və gələcəkdə İsrailə qarşı yenidən hərəkətə keçəcəyi bildirilir. Lakin Qətər, Misir və Türkiyənin silahsızlaşdırılma prosesində aktiv iştirak edəcəyi gözlənilir. Bundan başqa, qruplaşma Fələstin Milli Administrasiyası ilə münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan edib.